Bipolar xəstəlik çox sıx rastlanılan bir xəstəlikdir, amma əvvəllər diaqnozu düzgün qoyula bilmədiyi üçün bilinmirdi. Amma artıq ölkəmizdə görürəm ki, bipolar xəstəliyi diaqnozu qoyulur və insanlar tanımağa da başlayıblar. Mən bipolaram və nə qədər müalicə alacam, bundan sağalma varmı deyə suallar da gəlməyə başlayıb. Bipolar xəstəlikdir çünki xarakterik xüsusiyyəti depressiya dönəmləri ilə maniya dönəmlərinin bir-birinin əvəzləməsindən gedən bir xəstəlikdir. Ancaq xroniki bir xəstəlikdir, təkrarlamalar olur. Əsas xüsusiyyəti isə şizofreniyadan fərqli olan xüsusiyyəti isə aradakı dönəmlərdə, o ötemik dediyimiz dönəmlərdə xəstələr tamamilə normal olurlar. Hər şey normala qayıdır, tamamilə sağlıqlıdırlar və bu dönəmdə elə bilirlər ki, artıq sağaldım, qurtardı və daha ehtiyac yoxdur müalicəyə. Halbuki belə deyil, təkrarlama ola bilir, yenidən manik epizod və daha uzun çəkəndə depressiv epizod keçirilə bilir. Ona görə də qoruyucu müalicəni biz literaturun da önərdiyi budur. Ən azından 5 il boyunca heç xəstələnmə yoxdursa, o zaman kəsməyi düşünmək ola bilər.